Kərimin illik gəlirini Teymur Əmrə 2 konsertdən qazanar. Neçə gündür yəni bu mövzu müzakirə olunur. Çünki Kərim Abbasov bir verilişdə deyib ki, xalq artistləri var ki, acından ölür. Mən düşünmürəm acından ölürlər. Niyə acından ölürlər ki? Onların da toyları var, onların da tədbirləri var, dövlət tədbirləri var, onlara da qonorar verirlər. Mən məsələn xalq artistləri tanıyım, çox az halda toya gedir, maşallah dəbdəbəli həyatı var, yaşayışı var. Niyə görə acından ölürlər və niyə görə bax biz bir-birimizə hörmət qoymuruq? Biz deyirik ki, elə jurnalistlərdə də var da özlərlə bağlı yüksək fikir söyləyirlər. Elə Kərim Abbasovun özü də niyə görə söylürsən ki, xalq artistləri var ki, acından ölür? Yenə də deyirəm, mənim düşündüyüm kimi deyil, heç də acından ölmürlər. Şükür Allaha, yenə də deyirəm, onların da toyları var. Xalq artistləri var ki, onlar muğam oxuyur, onların da xirdarı var da, dəvət edirlər, saatlarla onları dinləyirlər. Sizə əgər 2000, 3000 verirlər, onlara 50 min, 100 min, bəlkə də yarım milyon verirlər, onlara kifayətdir yaşamağı üçün bir neçə il. Düşünməyin ki, təkcə, məsələn, Kərim deyir, təkcə məni dinləyirlər, təkcə məni toya çağırırlar. Yenə də deyirəm, mən xalq artistləri tanıyıram ki, onları dəvət edirlər. Yenə deyirəm, onların da xirdarı var, dinləyicisi var. Belə diz çökürlər onların qabağında. Qulaqlarım belə dayanırlar ki, bir dənə sözü, bir zəngüləni kənara qaçırmasınlar. Yəni, belə təhqir etmək olmaz həmkarlarınızı və Samir Cəfərov da münasibət bildirib ki, olmaz, yəni Kərimdən gözləməzdim, ondan titul və yaşca da böyüyəm, belə səhv etmək nəyə lazımdır? Birincisi, sənətkar olmurlar, sənətkar doğulurlar. Doğrudan da elədir. İkincisi də xalq artistləri dövlət tərəfindən maaşla təmin olurlar, prezident təqaüdü alırlar, işləri var, universitetlərdə dərs deyirlər və xalq artistləri tanıyıram ki, bir neçə institutda, universitetdə, ali məktəbdə, belə məktəbdə dərs deyirlər. Maşallah, bir ayda çantanla evə pul gətirirlər, müqavilələri var, konsertlərdən qonorar alırlar, mənim dediyim kimi. Yəni, çox gözəl dolanırlar. Acından ölmək nə deməkdir? Onlar toy müğənnisi deyil, oynayıb oxuyan deyirlər. Efirdən danışmısansa, xalq artisti, pedaqoq kimi cavabını efirdən vermək istəyirəm. Mənim çox güclü sənətkar tələbələrim var. Əməkdar artist Teymur Əmrəğin adını çəkir. Olmaz. O böyük sənətkardır. Öz izi var. Bəli, deyir ki, Resko sarayında konsert versə, sənin illərlə gedib toydan yığdı, o 1 və 2 konsertdən yığar. Çox gözəldir. Ümumiyyətlə, demək olmaz xalq artistləri acından ölür. Onların da çox dəbdəbəli həyatı var.